Təminatlı bir ərazidir. Belə bir təəssürat yaranmasın ki, orada autizm insanlar çoxdur. Xeyr, orada autizm insanlar yuxarı yaşlı, yeniyetməli və gənclik dövründə yuxarı yaşlarda belə gedib diaqnoz alırlar və dövlət onlara bu diaqnoz əsasında 12-dən 18 ada qədər sosial təminatlar verir. Yalnız həkim müalicələri deyil, eyni zamanda ailədə onun bütün təlim xərcləri, onun imkanları olan yaradıcı sahələr üzrə musiqi, rəsm etmə, idman və s. Yəni, bildiyiniz bütün sahələr üzrə dövlət onlara ödənişsiz proqramlar təklif edir və onun xərclərini ödəyir. Və bu mənada insanlar gedirlər, diaqnoz alırlar. Amma bugün biz Azərbaycanda çox təəssüflər olsun ki, ailələrdə açıq-saçıq autizm görünən uşaqları belə valideynlər həkimə mütəxəssis aparmaq istəmirlər. Buna bir eyib kimi, buna bir qüsur kimi yanaşırlar və nəticədə uşaqların həm məktəbə hazırlığında, həm də həyata hazırlığında çox böyük maneələr və problemlər yaranır. Ümumiyyətlə, mən düşünürəm ki, bu mənim həkimlərlə bir yerdə iştirak elədiyim cəmi 3-cü tədbirdir. Və mən həmişə həkimlər bizim başımızın tacıdırlar, həkimlər bizim həyatımızın xilaskarıdırlar, həmişə həkimlərə bizim cəmiyyətdə əsrlər boyu böyük sayğılar olub. Amma bugün autizmə yanaşmalarda həkimlər və psixologlar arasında bəzi fikir ayrılıqları yaranır. Ona görə ki, autizmin müalicəsi və autizmin terapiyası, mən korreksiya demirəm, çünki bu uşaqların korreksiyası, nəticələri bu da ümidverici olmur. Onlara daha çox terapevtik yanaşmalar lazımdır. Bu fikirlərini də mən izah edəcəm sonraki çıxışında. Niyə terapevtik yanaşmalar? Və bu mənada bizim birinci növbədə bu uşaqlara yanaşmalarımızı dəqiqləşdirməliyik. Həm ailədə, həm psixoloji mərkəzlərdə, həm də həkimlər tərəfindən bu yanaşmalar dəyişməlidir. Mənim sizə etdiyim bu çıxışın, yəni o qədər elm əsasları var ki, mən o qədər əminliklə danışıram. Yəni, bugün dünyada ən çox inkişaf eləmiş ölkələrin təcrübəsini öyrənərək, o proqramlarda iştirak edərək, mütəxəssislərlə apardığım görüşlərdə aldığım məlumatlardan çıxış edirəm. Bu mənim yalnız şəxsi təcrübəm deyil. Çünki bilirsiniz ki, Azərbaycanda bu təcrübələr çox məhduddur. Birincisi, qəti olaraq mən demək istəyirəm ki, bu uşaqlara bizim yanaşmalarımız dəyişməlidir. Yəni, mən autizm uşağı qaydaya salacam deyə bir yanaşmadan tamamilə uzaq olmalıyım. Əksinə, biz özümüzü autizm uşaqlara mən uyğun anlayış tapmağa çalışıram, tabi eləməliyik. Yəni, biz onların daxilindən, onların maraqlarından çıxış eləməliyik. Ona görə də burada sizə təqdim elədiyim fikirlər mənim gəldiyim qənaətlərdir və dünya təcrübəsində olan yanaşmalar. Birincisi, biz onları izləməliyik. Mən söhbət psixoloji prosesdən gedir, yəni psixoloji korreksiya və terapiya prosesindən gedir. Birincisi, biz onları izləməliyik. İstəyər uşaq 1 yaş olsun, istəyər 15-25 yaş olsun. Onları izləməliyik, onların müşahidəsini aparmalıyıq. Eyni zamanda bununla yanaşı ailə sorğuları keçirməliyik, yəni bizim görə bilmədiyimiz məqamlar, ailədə çəkilmiş videolar, birbaşa təcrübələr, hamısı izləməliyik və uşaqların hərəkətlərində, davranışda nələrin necə olduğunu aydınlaşdırmalıyıq. İkincisi, tədqiq eləməliyik. Yəni, autizm, ümumiyyətlə, bütün neuroloji inkişaf pozuntuları olan uşaqların hər biri, eyni zamanda hətta sosial problemləri yaşayan insanların hər birinin tədqiqata ehtiyacı var. Mən bir kitabım nəşr olunub, psixokorreksiya və sosial terapiya. Orada mən bu korreksiya prosesinin bütün gedişini göstərmişəm. Yəni, biz insanlara yanaşanda ehtimalla, təəssüratlarla, bəlkə belədir və elə yanaşmaq olmaz. Biz birincisi insanlara psixoloji biliklərlə yanaşmalıyıq. Yəni, bizim biliklərimizin əsasında bugün psixologiya elmində Freyddən tutulmuş bugün son sosial kognitiv nəzəriyyələrə qədər əldə olunan faktlar əsasında yanaşılmalıdır. Davranış şuur altından, pozuntu şuur altından mı gəlir?
Pozuntu fəaliyyətdən, bacarıqsızlığından gəlir. Davranış niyə pozulur? Davranış özü böyük bir aktlar sistemidir. Davranış yəni sosial məsələ deyil. Davranış en sadə tropizmlərlə tutmuş, yəni imprintikdir, instinktdir, hisslərdir, emosiyalardır, tələbatlardır. Bunlarla nizamlanan və cəmiyyətin sosial normalarına uyğunlaşdıran bir aktdır. Davranış psixoloji akt deyil, davranış psixofizioloji aktdır. Və o uşağın niyə davrandığını, niyə məhz bir davrandığını izləməyimiz üçün biz mütləq onu tədqiq etməliyik, araşdırmalıyıq. Nəyi izləyirik, niyə izləyirik, nələri qeyd etməliyik, nələrdən yan keçməliyik. Üçüncü məsələ uşağı tanımamızdır. Bəli, həkimlər sağ olsunlar, biz özümüz də, mən şəxsən müəyyən qədər valideyn gəlir, müraciət edir, baxıram uşağa, izləyirəm, işçilər də mən burada iştirak edirlər və mən bu təcrübəmlə yaxından tanışdılar. İzləyirik, mən gördüm ki, uşağın artıq psixikasında sərhəddi keçmiş elementlər var, yəni görüntülər var, davranışında, düşüncəsində, emosiyalarında mütləq həkimə yönəltmək lazımdır. Mütləq, yəni uşağın vaxtını keçirdim, bir 2 ayda mənim mərkəzimə gəlsin, bir 2 ayda valideyn buna xərcləsin. Bu insani yanaşmalar deyil, bu mütəxəssis yanaşması deyil. Mütləq uşağın diaqnozu qoyulmalı və biz adətən əgər görsək ki, autizmin elementləri var, autizm görülür və biz mütləq onları psixiatrlara yönəldir, uşaq psixiatrlarına, kimləri tanıyırıq, peşəkardırlara yönəldir. Və bu mənada biz mütləq uşağı tanımalıyıq. Uşaq kimdir? Uşağa hansı diaqnoz qoyulacaq? Və diaqnozdan sonra bizim rusiyalarımız, əgər həkim məsləhət görürsə ki, buna mütləq psixoloji dəstək lazımdır, biz yenə də çalışırıq uşağı yenidən müşahidə edək. Elə uşaq olur ki, mən 3 ay ərzində ona qəti olaraq həbəl bu uşaq autizm deyə bilmirəm. Elə uşaq olur, uşaq qapıdan girir, qapıdan girəndə deyir, sanki o daxilindən qışqıra gəlir, mən autikəm, mən autikəm. Elə uşaq olur, bir həftə eləsi olur, 20 gün ərzində biz onu qoyulan diaqnoz əsasında autizm səviyyətədir, spektrlərin hansında pozuntu daha çoxdur, hansında azdır, hansından çıxış edə bilərik, hansı sahəni inkişaf edə bilərik və bu əlbəttə hər hansı bir 2-3 ay çəkir. 2-3 ay ərzində tətbiq olunan metodika, ona verilən cavablar, tətbiq olunan metodika, alınan cavablar və bu cavablar əsasında biz artıq uşağın gələcəyi üçün proqnoz qoyuruq ki, bu uşaq məktəbə gedə bilərmi, bilməzmi? Məktəbdə hansı sahəsində problem yarana bilər? Hazırda bizim bir uşağımız var, Günəşlidə 275 sayılı məktəbdə 3-cü sinifdə oxuyur. 3 il o uşaqla biz məşğul olmuşuq. Müəllim bizə şikayət göndərdi ki, bu uşaq mənim dərs keçməyə qoymur mənim. Çünki uşağın intellekt elə yüksək səviyyədə Asperger sindromu. Elə yüksək səviyyədir ki, müəllimin fikirlərini irad bildirir. Müəllim elə deyir, bu belə olmalıdır. Müəllim, gəl bunu belə eləyək. Təbii ki, sosiallaşmasında, müəyyən emosional məsələlərdə, davranışında müəyyən şeylər var. Sağ olsun, müəllim çox gözəl müəllimdir. Yəni, kaş bizim bütün müəllimlərimiz bu cür olaydı. O mənada biz uşağı tədqiq eləməliyik, araşdırmalıyıq və o ümidsiz uşaqdan, o potensialından çıxış edərək cəmiyyət üçün yararlı bir insana çevirməliyik ki, ailələr bu dərddən qutarsın. Hər birimiz anayıq, hər birimiz nənəyik, hər birimiz valideynik də və hər birimizin üçün bu ağır zərbənin necə qəbul olunacağı ki, bu uşağın gələcəyi yoxdur. Başa düşürük ki, bu nə deməkdir? Növbəti mərhələ etibarını qazanmaqdır. Bu çox çətin məsələdir. Ona görə ki, psixologiya çox dərin bir elmdir. Psixologiya, ümumiyyətlə məşğul oluram, psixi-enerji problemləri ilə bağlı transpersonal psixologiyanın bir sahəsidir. Düzdür, mənim verilmiş sahəm, doktorluq işi kognitiv psixologiyadır, yəni beyin mərkəzlərində gedən proseslərin nizamlanması məsələsidir. İşim də artıq hazırdır, müdafiə ərəfəsindəyəm. Eyni zamanda transpersonal psixologiyanı öyrənməyə çalışıram. Yəni, elə müəllim var, uşaqla enerjisi tutmur. Qətiyyən enerjisi tutmur. O, bu yaxınlarda bizə bir uşaq gəldi, anası da tanınmış bir adamdır. Yəni, alınmadı. Bir həftə yaxşı da mütəxəssisdə verdik, alınmadı. Mən ondan daha az bacarıqlı bildiyim mütəxəssisdə təyin elədim, uşaq çox gözəl oyundan işləyir.
Yəni bundan başlayaraq, bu enerji məsələsindən başlayaraq, bu aura məsələsindən başlayaraq, mütəxəssisin bilikləri, bacarıqları, yanaşma tərzi, uşaq olan sevgisi, qayğısı, onu ələ alma bacarığı, bütün bunlar burada çox böyük bir önəm başlayır. Əlbəttə ki, nəzarət edirik, istiqamət verir, amma biz hər dəqiqə uşağın yanında olmuruq, baxı, burada mütəxəssisin özünün yanaşma tərzinin çox böyük rolu var. Bu mənada biz mütləq uşağın etibarını qazanmalıyıq ki, uşaq bizi öz yaxınına buraxsın. Mən bilmirəm, bu məlumat sizə deməyim nə dərəcədə düzgündür, bəlkə də mən düz hərəkət eləmirəm, amma mən bir cinayət törətmişəm. Bu iyul ayında gedib qaydanda, bu Flortime proqramının birinci kitabını geçən il bu vaxtı gedəndə gətirdim, özüm üçün tərcümə elədim ki, mən İngilis dilindən tərcümə elədik ki, görək burada nədən danışılır. İndi gedən o kitabın ən əsas hissəsini gətirdim, onu tərcümə elədik və cəma 800 səhifəli bir kitab mən 10 dənə çap elətdirib öz işlərimə mühürlüyüb vermişim. Bu kitab müəlləsindən kənara çıxa bilməz. Yəni burada icazə yoxdur paylaşmaq, amma bəs hardan öyrənək? Əgər dövlət bunu bizə alıb vermirsə, tərcümə edib çatdırmırsa, bəs biz hardan öyrənək? Elmin mərkəzi oradır, yəni dünyada bu günün bu proqramların haqqında danışacaq, çox böyük proqramdır. Bu işçilərin yanaşma tərəfi. Orada bilirsin necə məsələlər var. Orada uşağın etibarını qazanmaq üçün, məsələn, hətta valideyn 6 ay vaxt sərf edir. 6 aydan sonra uşaq valideyni yaxına buraxır. Onu öz oyuna daxil edir. Təsəvvür edirsiniz. Və nəticələri var. Uşaq məktəbə gedir, uşaq kollektivə. Hansı ki, 3 yaşında nə heç bir həkim, nə heç bir mütəxəssis inanmır ki, bu uşaq kollektivə uyğunlaşan bir uşaq olar, məktəbə gedə bilər. Nəyin sayəsində? Ailənin, valideynin və sağlam, düşüncəli, bilikli, bacarıqlı mütəxəssislərin sayəsində. Ona görə də burada əsas məsələ uşağın etibarını qazanmaqdır. Növbəti məsələ bizlə oynamağa, əylənməyə cəlb etməkdir. Yəni burada biz uşağın maraqlarından çıxış eləməliyik ki, onu fəallaşdırıb müxtəlif oyunlara, müxtəlif təlim elementləri salınmış oyunlara cəlb edək. Və həvəsləndirməkdir. Uşaq yəni bizim də fəaliyyətini davam eləməyi mütləq həvəsləndirilməlidir. Burada görürsünüz, təkcə bilib bacarıq bəsələmək, hər dəqiqə mütəxəssis düşünməlidir. İndi nə edim, bundan sonra nə eləyə bilərəm ki, bu uşaq davam eləsin. Görün mütəxəssis nə qədər şeylər bilməlidir. İndi mənim təzə çıxan kitabım, sensor inteqrasiya kitabında mən bu məsələ hamısını əhatə eləməyə çalışmışam. Məşqlər, texnikalar, oyunlar, yəni bunların hamısı ilə bağlı mütəxəssisin məlumatları olmalıdır ki, indi necə yanaşır bu uşaq ki, bu fəaliyyət 15 dəqiqə davam eləsin, 20 dəqiqə davam eləsin. İndi bizdə bir uşaq var, inanın o qədər intellekti yüksəkdir, amma müəllimlərimiz 5-6 dəqiqədən çox onu 30 dura bilmirdilər. İndi 15 dəqiqə oturur. 7-8 aydan sonra 15 dəqiqə oturur, 20 dəqiqə oturur. Elə məşğələrin 45 dəqiqə oturur. Oturulmayandakı, yəni müəllim məşğələni stol dalında fragmental şəkildə keçə bilir. Amma divanın üstündə uşaq hərələndə bir şeylər öyrətmək, uşaq o qədər hərəkətlidir ki, dəhşətli dərəcədə. Bu mənada biz onların təlimə cəlb eləmək üçün, onların maraqlarını çıxış edib, təlimə yönətməliyik və öyrətməliyik. Təcrübəsini genişləndirməliyik ki, uşaq edə bildiyi fəaliyyətlərdən çıxış edir və növbəti fəaliyyətə keçir. Mən çox geniş danışıram deyəsən. Autizm uşaqlarda sensor sistemlərin həssaslıqlarını mən çox dayanmayacağım bunu. Həkimlər də bilir, psixologlar da bilir. Burada səsə qarşı, dada qarşı, qoxuya qarşı, toxunmaya qarşı, eyni zamanda vizual stimullara qarşı həssaslıqlar mütləq olur, dəyişir. Amma mən öz təcrübəmdə gəldiyim qənaət budur ki, bizim üçün ən çətin iş vestibulyar sistemdə, koordinasiya sistemində, yəni introreseptiv duyğularda olan pozuntuların yaratdığı çətinliklərin öhdəsindən gəlməkdir. Yəni bizə çox çətin olur. Eyni zamanda proprioreseptiv duyğuların yaratdığı problemlər, uşağın öz daxili hisslərini, daxili duyğularını hiss eləməsi, mən acalma, mən yuxulu gəlir, tualet mi istəyirəm, nələr istəyirəm. Yəni bütün bunlar uşaq
öz tələbatını anlamalıdır. Axı bunlar çoxsa anlamırlar. Və anlamadıqda nələr baş verir? Uşaq aqressivləşir, həyəcan keçirdir, qorxur, ifadə edə bilmir fikrini, narahatdır, fırlanır, ağlayır, qışqırır, isterika yaradır. Bunun üçün bu sistemlərdə olan problemlər bizdə həqiqətən də çox böyük çətinliklər yaradır. Autizm uşaqların xüsusiyyətləri üzərində çox dayanmıram. Yəni, bunlar hamısı məlumatda, internet materiallarında kifayət qədər məlumatlar var. Amma mən onların daxilində olan hissləri çatdırmaq istəyirəm. Onların bizə verdikləri mesajları çatdırmaq istəyirəm. Onların qışqırışları, qalayları, istəkləri bununla bağlı mənə yaxınlaşanda icazə alın. Yəni, mənə istədiyiniz kimi yaxınlaşa bilməzsiniz. Onlar bizə verdiyi birinci mesaj budur. Görürsünüz, toxunursunuz, qışqırır, tərif edirsiniz. Mənim iki fikrim mən çatdırmaq istəyirəm. Birincisi, autizm uşağa heç vaxt sual vermək olmaz. Sənin adın nədir? Sən nə istəyirsən? Qətiyyən. Buna ehtiyac yoxdur. Çünki onların birinci sindromunda, birinci əlamət inkar etməlidir. Məlum olub ki, onların beynində elə bir elementlər, elə bir kimya maddələr var ki, onlara nəsə təhlif olunanda, nəsə təhlük olunanda, onların emalı artır, yəni daha çox ifraz olunur və beyin qoruma mərhələsinə keçir. Beyin özünü qoruma başlayır və bütün xaricdən gələn təsirlərə qarşı uşaq özünü müdafiə mövqeyinə keçir. Bu tədqiqatlar gedir, hələ ki, əldə olan nəticələr budur, amma yəqin ki, yeni faktlar ortaya çıxacaq. İstədiyimi mən etdirməyə çalışmaq, mən yalnız özüm istədiyimi edəcəyəm və bu aspektə baxılmalıdır biz olaraq. Mənə qorxusuz mühit yaradır. Yəni, bilirsiniz ki, bu sensor stimullar, onlarda müxtəlif narahatlıqlar yaradır. Bəzən, məsələn, mən hiss edirəm ki, hansı bir duxu vuranda həmişə ünsiyyətdə olan bir uşaq, həmin uşaq mənə yaxınlaşmaq istəmir, mənə qucaqlamaq istəmir. Hiss edirəm ki, duxunun iyi belə onlar belə xoşa gəlməsi hissi yaradır. Eyni zamanda evdə ailədə olan şərqürəklər, müəssisənin özündə olan qoxular, otaqda olan qoxular, müəllimin qoxusu. Mən bayaq o enerji məsələsində bunu demək istəyirəm. Həm də ola bilir ki, müəllimin özündə bir qoxusu var. O qoxular belə olaraq çox pis təsir edir. Yəni, uşağın eşitməsində əgər müvafiq desibel səviyyəsində, aşağı və yuxarı intervallarda biz normal səslər qulağımız qəbul edirsə, bizdə bir uşaq var, 14 yaşlı oğlan, qışqıra gəlir, maşın sirenası kimi bir hara qışqırıqla gəlir, qulaqlarını tutur, gəlir otağa girir, qəşəng işlər görürəm. Uşağın səsə qarşı qoxusu o qədər dəhşətlidir ki, mən otağımda yüksəkdən danışaramsa, hiss edirəm ki, orada artıq əsəbidir. Və o dəqiqə başa düşürəm ki, mənim səsim, mənim otağımda gedən müzakirə onu qıcıqlandırır və biz o dəqiqə həmin vəziyyətdə nəzərə almalıyıq. Bu mənada biz onlara belə bir mühitdən tərcih eləməliyik, ona görə də əvvəldən tanımalıyıq, daha çox nələrə həssasdırlar və bu aspektdən çıxış eləməliyik. Bu mənada görürsünüz, tədqiqatın nə qədər burada böyük rol var ki, biz uşağı tanıyaraq o cür mühit yaradaq. Mənə sevmədiklərimi yedizdirmə, mənə hər şeyi toxundurma, mənə bədənimi tanıtdır. Dediyim kimi, uşağı daxili hisslərini öyrətmək lazımdır. Mənə hisslərimi tanıtdır, mənə özümü tanıtdır, mənə sənin dünyanı deyil, öz dünyanı tanıtdır. Yəni, autizm uşaqların öz dünyası var. Onların dəyləri, onların qoxuları, onların sensor təmasları, stimullara qarşı münasibətləri bizimkindən fərqlənir. Ona görə onlara müxtəlif adlar qoyurlar, müxtəlif əzizləmələr, şirin münasibətlər göstərirlər. Amma hər halda biz hələ onların dünyasına daxil olmaq üçün çox şeyləri öyrənməliyik. Yeni yanaşmalar çoxdur. Bunlar içərisində birinci növbədə daha çox sistemini hazırlayan yanaşma ABA terapiyasıdır. ABA terapiyasında bir sistem var. O sistemdən keçərək uşaq məktəbə gedə bilər. Əgər keçirsə gedə bilər. Yəni, hansı mərhələyə qədər keçirsə deyil. Tam o sistemi mənimsəyərək uşaq məktəbə gedə bilər. Son təhsil profilləri demək istəyirəm ki, artıq Amerikanın müvafiq 3-4 ştatında bu uşaqlar üçün dərsliklər hazırlanır. Yəni, bunlar diaqnozlaşdırılır məktəbə gedəndə sırf onlar üçün
ola bilsin inklüziv siniflər olacaq və onlar o siniflərdə həmin dərsliklərlə təhsillərini davam edəcəklər. Full-time proqramında mən bu barədə müəyyən qədər geniş dayanacağım. Bunların içərisində Montessori sistemi də var, hazırlanan proqramların içərisində. Full-time strategiyalar üzərində yapmaq istəyirəm. Ona görə ki, ən yeni yanaşma, bu yanaşma sayılır. Bunun özü də günün bir inkişaf elətdirilir. Ona görə ki, bu full-time bir döşəmə üzərində, yer üzərində keçirilən vaxt mənasını verir və burada söhbət yenidə uşağın istədiyi fəaliyyətlər, istədiyi mühit təşkil edərək orada onun inkişaf elətdirilməsindən gedir. Bu yanaşmanın strategiyalarında elm, akademik təhsil arxa plandadır. Bu mərhələləri keçdikdən sonra, bunları bacardıqdan sonra bizim normal dediyimiz uşaqların bacardıqlarını müəyyən qədər bacardıqdan sonra biz onlara akademik təhsil verməyə başlaya bilərik. Əks halda onlar bunu qətiyyən bacara bilməzlər. Birinci növbədə tənzimləmə və diqqət məsələsi var. Uşaq neyəcə diqqət eləməlidir, öz hərəkətlərini tənzimləməlidir, sosial əlaqələr qurmalıdır, qarşılıqlı sosial əlaqələrdə olmalıdır, əks əlaqələrdə. Yəni, bizim onlara müraciətimiz deyil və yaxud onların bizdən nəsə tələb edilməsi deyil, bir-birimizi anlamaq, başa düşmək. Biz onların istəklərini, onlar da bizim istəklərimizə qarşılıqlı gələrək bir yerdə hansısa bir şeyləri yenidən öyrənmək. Mürəkkəb ünsiyyətə girmək, yəni burada söhbət emosiyaların tanınmasından gedir ki, uşaqlar yaşlılarla birgə fəaliyyətdə olanda onun nə istədiyini anlayaraq, onun hərəkətlərini təkrarlayaraq müəyyən mərhələləri keçsin və artıq mən ünsiyyətə hazıram fikrini qəbul eləsin və biz də bu əsasda öz işimizi davam edək. Simvolik oyunlar. Ümumiyyətlə, bu uşaqların həyatında oyunlar çox böyük rol var, çox böyük rol. Oyunlar bizə tanış olan didaktik oyunlar yəni təsnifatı çoxdur. Bu oyunlar içərisində ən çox bunlarla keçirilən oyunlar qarşılıqlı yaradıcı oyunlar ola bilər. Emosional və məntiqin tənzimlənməsində kompleks yanaşmalardır. Sosial və emosional intellektual inkişaf üçün əsas strategiyalar orada qeyd olunur. Mən bu slaydı belə də bilərəm, bizə fayda edə bilərlər və bu keçirilən mərhələlərdə 6 əsas mərhələ var. Özünü tənzimləmə və maraq dünyasının yaranması, yaxınlıq, iki tərəfli kommunikasiya, kompleks kommunikasiya, emosional fikirlər və emosional düşüncə. Və bu mənim öz düşüncələrimdən, öz təcrübəmdən gələn tezislərdir ki, onu yaxşı tanımamız üçün klinik psixoloji biliklərə yiyələnməmiz birinci növbədə lazımdır. Ona yaxın olmamız üçün korreksiyon terapiyası təcrübə əldə etmək və bu prosesi yaradıcı yanaşmaq lazımdır və ona təsir etmək üçün şəxsi keyfiyyətlərə, sevgiyə, təmkinə və bağlılıq tələbatına malik olmamız lazımdır. Bu uşaqlarla məşğul olanda biz onlardan ayrıla bilmirik. Evdə olanda, yemək işlərdə də, yol gedəndə də haradasa düşünürük, daha nə edə bilərəm, daha ona nə kömək edə bilərəm. Bu mənada biz bu uşaqlarla işləmək üçün özümüzdə bir tələbat hiss eləməlidir. Bu tələbatda sevgi tələbatı olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Bir sualım var falan. Pediatrların nə tövsiyəniz olar? Hansı simptomları görərək ilk dəfə? Onlar mən sizə müraciət edə bilərlər. Yəni bu uşaqda şübhə yaranar ki, autistik spektrum. Çox sağ olun, Tərmin xanım, təşəkkür edirəm. Bəli, pediatrlar və sahə həkimlər burada ilk məsul şəxslərdir, xüsusi sahə həkimlər. Yəni, belə valideynlər var ki, ümumiyyətlə, heç pediatrda aparmaq istəmdə uşaqlar, peyvənddən başqa. Amma sahə həkimləri bunu bilirlər. Ümumiyyətlə, dünya təcrübəsi belədir ki, sahə həkimləri məlumatlıdırlar. Artıq bir yaşdan başlayaraq uşaqda olan fərqli cəhətləri görürlər, qapalılıq, sensor stimullara qarşı münasibət, hətta ananın südünə, ananın qoxusuna qarşı belə ola bilir. Nevrotik əlamətlər, qışqırma, çığırma, narahatlıqlar və s. Bəzi sualları olanlar da varsa da onların da suallarını cavablandıraq ki, o psixologlarımız da maariflənsinlər. Suallar, psixolog nə zaman pediatra müraciət etməli, pediatr isə nə zaman psixologa müraciət etməli?
Teşekkür. Deməli, biz sizlə bu müxtəlif patologiyaları niyə aydınlaşdırıb, yəni danışıb, müzakirə edirik? Ona görə ki, gördüyünüz simptomları da göstərdilər. Bizim əziz nevrologlarımız da çıxışda ki, hansı simptomlarda mütləq müraciət etmək lazımdır. Bu kompleks şəkildə olmalıdır əslində. Məsələn, götürək ki, multidisiplinar deyəndə nə nevrolog, nə psixolog, pediatr işini görə bilməyəcək. Ona görə pediatr bilir ki, bu uşağın nəticəsində dəyişikliklər var. Ən azı o uşaq üçün ildə bir dəfə gəlir, analiz verir. Müəyyən anemiyası var və s. Bu anemiyanın özü çox böyük bir bəladır. Digər tərəfdən də görürsünüz ki, bizim uşaqların xəstələrin arasında siz görürsünüz ki, uşaq anaya tabi olmur. Uşaq qeyri-adi özünü aparır. Onun qida davranışı pozulması var. Yəni bizdə də, yəqin ki, siz də rastlaşırsınız, sizdə də yox xəstələr olur ki, ana deyir ki, bu uşaq yalnız kartof yedir. Ayrı bir şeylər nə qədər yemək yemir, elə mi? Bax, bunların hamısı, bu simptomların hamısı bizi deməli imkan yaradır ki, tək psixolog yox, psixiatr da müraciət edək və gördüyünüz kimi gözlərdə olan hətta simptomlar sizi narahat etməlidir və siz kompleks şəkildə, əgər uşaqda gün gördüyünüz hansı simptomlar görürsünüz, yəni müşahidə edirsiniz, siz mütləq kompleks şəklində bunu psixiatra, psixologa, nefrologa, ehtiyac varsa endokrinologa simptomlar görürsünüz və ya anamnezdə ana valideynlərdən alabilirsiniz. Metodist və digərdir. Yəni, bax, bu göz həkim və surduluq deyil. Bu uşaq yaxşı görmürsə, təsəvvür edeyim ki, bunu yaxın gələndə qan uşaqlarda bir kölgə görür, qaranlıq kölgə. Bu, onda qorxu hissiyyatdan başqa heç nə, həm də o bölgəni bilməyəcək, oxuya bilməyəcək, bir şey öyrətmə olmayacaq onlara. Əgər bu uşaqda eşitmə problemləri var, bütün xəstələrdə istəyir uşaq olsun, istəyir ağlı yaşında xəstə olsun. Yəni, onlarda əgər eşitmə qabiliyyəti enirsə, onlar cəmiyyətdən ucaq olurlar. Yəni ki, tədricə demensiya baş verəndə, ona görə ki, onlar eşitirlər və hər bir şeyi laqeyd etdilər. Görürlər və onlarda travmalar çox olur. Ona görə ki, yanları yıxılır və s. Bunlar hamısı çox vacib məsələlərdir. Ancaq ola bilər ki, yeganə hansısa simptom olsun. Və mütləq yadınıza salırsınız ki, multidisiplinar müayinə eləmək lazımdır. Onun dərdini tapmaq lazımdır uşağın. Harada dayanırsa, psikologdan, nevrologdan, endokrinologdan, siz ona həmin o rakursdan işi başlayırsınız. Sonra bərpa məsələləri üstünə gəlir və ya surdoluqla və ya oftalmoloqla təyin edirsinizsə, ondan sonra onu bərpa etmək olar. Yəni, o məsələlər var. Müəyyən dərman preparatları, məsələn, dermatologiyada bilirsiniz, onsuz da 3 dənə pustulu riziklu var və onlara yanaşma seçimlər, deməli, 1, 2, 3, 4, 5 hansında effekt varsa onunla yanırlar. Yəni, protokollar varsa, diaqnoz təqsir olunursa, deməli, mikroskopiya və digər laborator müayinələrlə protokol istifadə olunur. Və bu psoriaz xəstələrə siz baxımı düzgün. Ancaq siz də deyə bilərsiniz ki, bilirsən, bu müalicə olunmayan xəstəlikdə yaşayarsan bundan. Nə eləyəsən? Görün, bu xəstənin ümumiyyətlə vəziyyəti nə eləyir? Eyni zamanda həmin uşaqların valideynlərin o vəziyyətləri. Siz onlara o sözləri daha az istifadə eləməlisiniz. Bəli, sizin uşaq daha çox qayğıya ehtiyacı var. Sizin uşağınız daha çox deməli, diqqətə ehtiyacı var. Hərdən bizim xəstələrimiz gəlir, belə xəstələrimiz. Və biz valideynlərə öyrədirik ki, gün ərzində bir neçə dəfə onu qucaqlayın, 20 saniyə qədər sayın. Son zamanlar çox maraqlıdır, belə bir elmi araşdırmalar göstərir ki, ana bətnində olanda uşaq, onun deməli, kötü hüceyrələri, deməli, ananın xəstəliyi olarsa, o nəqli olunur uşaqdan və müalicə edir ananı. Eyni zamanda da ananın kötü hüceyrələri dövlə nəqli olunur və ona müalicə təsir göstərir. Və burada həmin bağlantı valideynlə çox vacib bir məqamdır. Biz deyirik, göməli bağlantısı var. O elə belə söz deyil.
Bu həmin bu hüceyrələrin nəqli həmin sinirdə olan bağlantıdır. Və belə deyək ki, bu bağlantı heç vaxt, hətta valideyn dünyasını dəyişəndən sonra yenə də hardasa bu şuur altında sinirlərdən o ehtiyac qalır. Ona görə biz daha çox həmin o anadan istifadə etməliyik və mütəxəssislərlə yenə də konsilium etməyə mütləq cəhd atın. Ona görə ki, müasir müalicə və reabilitasiya protokolla, yəni bu mütəxəssislərin fikri toplanır, sonra hər uşağa fərdi protokol, hamısı eyni protokolla müalicə olmaq bilməz. Həmin uşaqda Biz problem var. Çünki hər birisi alın tərəyindən nəticə çəkiblər, universitetə bitiriblər və bu məqama gəliblər. Amma təcrübəsiz olanlar var. Amma savadsız deyə kimisə aşağılamayaq, kimisə rəqabətə qoymayaq. Çünki dediyim kimi, kimisə təcrübəsi azdır, kimisə maariflənmir, kimisə daha təcrübəlidir. Bu məqama çox xahiş edirəm, hər kəs diqqət etsin və növbəti sualım Lübnət xanımadır. Lübnət xanım bu yaxınlarda bir kitabı çıxdı və birazdan nahar fasiləsində o kitablarla tanış olacaqsınız və çox tövsiyə edirəm ki, əsaslı psixologlarımıza tövsiyə edirəm ki, bir səhifələsinlər, maariflənsinlər, təcrübələrinə təcrübə qatsinlər. Biraz da o kitab haqqında Lübnət xanım sizə dəysin. Teşekkür ederim. Kitabların hansı hakkında? Sensör hakkında çıkışım var diyesen. Çıkış olacak mı? Ümumi məlumat, qısa. Məlumat, mən sensörün əvvəl uşaq psixologiyasına anlat vermək istəyərdim. Burada, yəni, həkimlər hansı halda psixologa müraciət eləmədilər sualı, yəni başqa mütəxəssislərə müraciət eləmədilər, sualı aydınlaşdı. Ancaq bizim işimiz daha çətindir. Yəni biz hansı halda başqa bir pediatr, nevropatoloqa müraciət etməliyik. Psixologiya təhsil olanlar yaxşı bilirlər ki, yəni bizim tədris planlarımızda ayrı-ayrı psixologiya fənləri var. Mən çox təəssüf edirəm ki, Azərbaycanda hazırlanan psixoloq ixtisası üzrə hazırlanan kadrların uşaq psixologiyası haqqında məlumatları çox azdır. Azərbaycanın ən mötəbər universiteti, Bakı Dövlət Universiteti, orada sabah kursları var. Hazırda indi Xəzər Universitetində yüksək səviyyə kadrlar hazırlanır. Gəlirlər bizə iş üçün müraciət edirlər, praktik üçün gəlirlər. 3 dənə, 5 dənə sual verirsə, uşaq psixologiyasını bilmirlər. Yəni, uşaqların yaş inkişaf dinamikaları, inkişaf mərhələləri üzrə yaş bölgüləri, hər yaşda uşağın psixoloji xüsusiyyətləri, 1 yaşda necə olmalıdır, 3 yaşda, 10 yaşda, 15 yaşda insan necə olmalıdır, sual verirsən, cavab verə bilmirlər. Yaxşı, gəlin baxaq. İnsan dünyaya gələndə müəyyən tələbatlarla gəlir, sosial tələbatlarla belə gəlir. Yəni, insan dünyaya gələndə yüksək tələbatı ilə də olur, bunu bilirsiniz. Yəni, yeni doğulan uşağın belə, hələ 19-cu əsrdə uşaq psixologiyasının o nəhringləri, Russodan ucu bu yana Tideman'dır, Major'dur, başqalarıdır. Bunlar araşdırırlar ki, 10 gündə uşaqda emosiya mənə gəlir. Uşaqda özünün inkişaf tələbatı var. Uşaqda ünsiyyət tələbatı var, fəaliyyət tələbatı var. Əgər uşaqda inkişaf normal getmirsə, yəni inkişafda patologiya varsa, siz bunu 5 aylığından belə bilməlisiniz. Yəni, bizim Nurayniz xanımdan, hörmətli Nurayniz xanımdan Pedagojik Universitetinin dasiyenti, uşaq psixologiyası kitabının nəşr olunur, Azərbaycanın ən gözəl kitabıdır. Biz orada daha 70% hissəni uşaq psixologiyasına vermişik. Ana bətrində inkişaf, ondan sonraki dövrlərdə inkişaf, yəni uşaqda nə imkanlar olmalıdır? Əgər biz bu 3 yaş dövründə uşaq nəyi bilməlidir, bilmirsə, bəs uşaq nəyi bilmir sualı necə cavablandıra bilər? Mən birinci fikrim budur. Biz ilk növbədə hər bir yaş dövrü üzrə uşağın bilmədiklərini müəyyənləşdirə bilməliyik ki, bəli, uşaqda bu yoxdur. Davranış düzgün deyil, bitki yoxdur, ünsiyyət qurmuş və s. Və bunları bildikdən sonra bu geriləmələri, ləngimələri, yayılmaları, pozuntuların xüsusiyyətlərini aşkar edə bilməliyik. Baxın, burada ləngimənin psixoloji, neuroloji quruluşu başqa cürdür.
yayılma başqa cürdür, pozuntu tamamilə başqa cürdür. Hələ pozğunluq anlayışları arasında da fərqlər var. Və ona görə də biz bu patoloji vəziyyətləri, inkişafdan geri qalmaları, inkişaf pozuntularını müəyyən etmək üçün ilk növbədə normal inkişafın psixologiyasını bilməliyik. Bundan başqa da uşağın orqanik problemlərinin nələri yaradır. Mən sizə iki təcrübəmdə yaşadığım iki nümunəni demək istəyirəm. Çox danışmaqdansa, məncə bu fikirlərini daha yaxşı çatdırıram. Bunlar hansısa 10 il əvvəl baş vermişdi. Bir 4 yaşlı oğlan bizə göndərilib tibb universitetinə, adını çəkməyəcəm. Çox mötəbər bir mütəxəssis bizlə əməkdaşlıq edirdi. Biz o uşaqla 24 gün işlədik və məlum oldu ki, epilepsiya, 2 il uşaq epilepsiya müalicəsi götürür. Mən onda epilepsiya əlamətləri təyin edə bilmədim. Yəni, epilepsiyanın özündə, davranışda, emosional sahədə özünə məhz xüsusiyyətlər var. Düzdür, burada epilepsiyanın çox mürəkkəb, yəni növləri var, çəkilmə dərəcələri, nələri. Biz məsləhət gördük, başqa kimi müraciət eləsin. Məlum olur ki, uşaqda epilepsiya yoxdur, beyində qrıja var. Yəni, baş beyində qrıja var. Başqa bir 27 yaşlı bir xanımla mən işləyirdim. O, Kalisi kitabında bu öz təcrübələrində yazmışam. Azərbaycanda heç kim öz təcrübəsində bölüşmür əsərlərində. Çəkinirlər, qorxurlar. Niyə qorxursunuz ki? Əgər işinizi əminsinizsə, mən o Kalisi kitabında öz təcrübələrimi yetərincə, kitabda da biz orada hər şey yaza bilmirik ki, mümkünlə də paylaşmışam. Mən xanımla 4-cü günü müəyyən elədim. Mən 7 ildir xanım epilepsiya müalicəsi götürür. Xanıma yavaşca, ehtiyatla dedim, gözələm. Səndə epilepsiya yox deyil. Səndə yalançı isterika var. Razılaşdı, davam elədi, sonra oğlunu da gətirdi. Məlum oldu ki, bu adam özünü istədiyi vəziyyətə salır yalanla. Yəni, burada əziz həkimlər, sizin işiniz ondan da rahatdır ki, siz müalicə üçün bir yollardan istifadə edirsiniz, aparata göndərirsiniz, sizə dəstək verən material sahəni, organik prosesləri öyrənən bir cihazlarınız var. Biz amma yüzlərlə problemlərlə üzləşirik. Yəni, insanın xarakterində, şəxsiyyətində, dünya görüşündə, inanclar, yönümlər, motivasiya, əqidə, nələr, o qədər sosial məsələlər var ki, biz insanlar nələrin olduğunu aydınlaşdırmaq üçün çox əziyyət çəkirik. Çünki biz açılmamış bir sandıqla işləyirik. Biz insan şuuru və şuuraltı sahəsindəki əlaqələrlə işləmək məcburiyyətində qalırıq ki, yəni biz uşaqlardan yenə psixologlarımızla birlikdə bir konferansın sonuna gəldik və Rümrət xanım, bir daha sizi salamlayıram yenidən. Dövrümüzün ən aktual məsələlərinə toxunduq. Dünyamız üçün və Azərbaycanımız da dünyanın bir parçası olduğu üçün Azərbaycanda da çox narahat edici psixoloji məsələlərə toxundu və bugün ölkəmizin çox samballı psixolog və həkimləri toplaşmışdı bu konferansda və son olaraq yekun nə demək istəyərdiniz? Ürəyinizdən insanlarımız üçün nələr keçir demək? Təşəkkür edirəm. Bu konferansı işıqlandırdığınıza görə. Ona görə ki, bu barədə maarifləndirmə işləri aparılmalıdır. Bugün söhbət aparılan məsələ daha çox neyroinkişaf pozuntuları olan uşaqlarla bağlıdır və bu sahədə ən çox statistikada ən çox göstərici daha çox autizm spektrum pozuntularına aiddir. Eyni zamanda digər sensor inteqrasiya pozuntuları olan uşaqlarda var ki, bu uşaqların hər birisinin həkim tərəfindən müayinə olunması, müalicə olunması, eyni zamanda psixoloji müdaxilələrlə böyük ehtiyac var. Bu barədə aparılan söhbətlərdə siz də özünüzdə şahid oldunuz ki, dünya təcrübəsində çatışmayan bir çox məsələlər var. Elmi araşdırmalar gedir, niyə baş verir, hansı səbəblərdən baş verir, yəni kökündə hansı amillər dayanır və bu problemlərin qarşısı necə alına bilər. Çünki əhəmiyyətli dərəcədə faiz göstəricilər var ki, bir çox uşaqlarımız bizim məhz neyroinkişaf pozuntuları səbəbindən təhsildən geri qalırlar, məktəb təhsili ala bilmirlər, sosiallaşa bilmirlər, yəni fəal şəkildə cəmiyyətin bir üzvünə çevirə bilmirlər və bunun üçün nə etmək lazımdır? İlk növbədə valideynlər diqqətli olmalı. Burada ən böyük yük
və məsuliyyət ilk növbədə ailələrin üzərinə düşür. Daha çoxdan hanım. Ailələr aşağı yaşlardan, 1 yaşından başlayaraq, 1 yaşına qədər bəzi elementlər görünür. Uşağın nevroloji sahəsində, emosional sahəsində, davranışında bir sıra məsələlər görmək mümkündür. Amma bu davam edirsə, mütləq valideyn və mütəxəssisdən məsləhət eləməlidir. Bu sahədə sahə həkimlərinin böyük rolu olmalıdır. Sahə həkimləri bütün ərazilərdə uşaqların inkişafını izləyirlər, vaxtaşı ailələrlə tövsiyələr verilir, ilkin tədqiqatlar aparırlar. Bu sənədə mütləq sahə həkimləri autizmin, başqa bozuqluqların səviyyələrini valideynlərlə nabud eləməlidirlər. Siz uşağınızda nələrsə çatışmır, uşaqda nələrsə ləngiyir, uşaqda nələrsə başqa cürdür. Və bu mənada prosesə psixatrlar, son nevrologlar eləməlidirlər, nəzarətə götürülməlidir. Uşaq daim mütəxəssis nəzarətində olmalıdır və 2 yaşlardan, gec 2 yaşlı uşaqlar təlimə cəlb olmalıdırlar, həkim nəzarəti alınırlar. Bu sahədə aparılan işlər daha çox klinik psixoloji nəzarət altında olmalıdır. Xüsusi proqramlar tətbiq olunmalıdır. Sinfi inteqrasiya pozuntular, təlimlər qısa müddətli olmalıdır. Konkret, ən çox gençlikən rəngləyən sahəyə yönəldilməlidir. Amma tədricən həm burada mütəxəssislərin əhatə dairəsi genişlənməlidir. Uşaq psixologu, klinik psixoloq səviyyəsində uşaq psixologu, nit terapevti, davranış terapevti və digər sahələrdə egoterapevtlər bu sahələrdə çalışmalıdırlar. Ailə ilə birlikdə uşağın inkişafına təsir olmalıdırlar. Və burada yenə də ailənin özünün bu proqramları öyrənməsi çox mühümdür. Çünki uşaq nə qədər xüsusi mərkəzlərdə olsa deyə, vaxtın çox hissəsini ailədə keçirilir və bunlara mütləq fərqli yanaşmalar lazımdır. Fərqli yanaşmalar olmalıqda biz bu uşaqlara da klasik Deməli, mən belə anladım ki, anadan gəlmə bir şeydir autizm. Bəli. Anadan gəlmə. İlkin nəylərdən yarana bilər? Səbəbi nədir, yaranma səbəbləri? Bu sahədə bu suallar daha çox həkimlər cavablandırır. Amillər çox göstərilir. Amillər müxtəlif genetik xəstəliklər getirir. Uşağın inkişafı dövründə onun yaranan problemlər ola bilər. Yəni bu sahədə internetdə hər cür məlumatlar verilir. Amma hələ bir konkret olaraq autizmin səbəbdən yaranması barədə rəy əldə olunmuyor. Yəni dünya üzrə Azərbaycan. Bəli, dünya üzrə hələlik konkret olaraq autizmin yaranması səbəbi deyə sualın cavabı verilir. Bir də Ümrət xanım bir şey bilmək istəyirdim. Uşaqlıq dövrünə əsas şamil olunur autizm. O sağalmamış variantı, gənclik və yetişkin. Elə deyil, bizim aramızda, bizim yaşımızda belə yetərincə Bax, mən onu bildim, bəs onu ömür boyu insanların yerdə yaşayan problemdir. Səviyyələrimizi yəni biraz yəni yox, müəyyən qədər sosial yüngülləşmiş forması ola bilər. Müəyyən təsirə alışma gedir. Əlbəttə bu sistemlərdə Yəni tam təcrübə olunmuş forması tamamilə bu insanların tamamilə autizmin bütün simptomlarından azad olmaları mümkün deyil. Amma onu da qeyd edilir ki, bu insanlar normal həyat yaşaya bilirlər, ailə qura bilirlər, əmək sahələrində çalışa bilirlər. Asperger sindromu insanlar var, fundament olmuş insanlar olur. Autizm sindromu olduğu barədə faktlar var. Çox sayılı insanlar var. Yəni onlara Elmimizə, mədəniyyətimizə böyük töhfələr verir. bəli, onları cəmiyyətə qazandırıb həm onlar üçün, həm cəmiyyət üçün yarar əldə Bizim edir. istədiyimiz odur ki, bu uşaqların daxili potensialları, resursları aşkar bəli. onun üzərində onlar inkişaf elətdirilməlidirlər, ya təhsil sahəsində, ya əmək sahəsində vurğulanır. Çox sağ olun Ümrət xanım, təşəkkür edirəm. Bir çox şeylər öyrəndik bugün yenə bugünkü konfransda. Bilimizə bir qatdıq. İnşallah bəli, son günümüzə qədər öyrənəcək şeylər çoxdur. Yenə Allah köməyimiz olsun, Allah insanlarımızın köməyi olsun. Bəzi ictimai amillər təsir edir bu autizmə. Ona görə bir-birimizi anlamaq, bir-birimizi başa düşmək, ətrafımıza diqqətli olmaq məncə vacib amillərdən biridir. Çox sağ olun, var olun, təşəkkür edirəm.
Təbrik eləyirəm Nuray xanım. Daha bir sertifikatınızı aldınız və bu gün ölkəmizin çox samballı psixoloq və həkimləri bu psixoloji konfransda idi. Bir şey öyrənə bildiniz? Bəli, ən çox tibbi sahə idi deyə mən o qədər çox, yəni anlayışım olmadığı üçün o qədər çox bilgi bilmədim, amma psixoloji sahədən bir çox psixoloqların keçdiyi seminardan, konferansdan bəli çox bilgilər öyrəndim. Məsəl üçün autizmdir, Down'dur, OKB-dir, ondan sonra kliniki psixologiyaya aid olmayan sahələrdir. Yenə də deyirəm, kliniki psixologiya, mən öz təlimlərimdə də dediyim kimi, kliniki psixologiya ancaq tibbi işçiləri, tibbi bitirənlər yenidən kliniki psixologiya sahəsində hazırlaşıb o bilgiləri əldə edə bilər. Amma belə adi psixologiyanı bitirənlər kliniki psixologiyanı, yəni öyrənmək üçün, yəni necə deyim, özəl sahələrdə işləyə bilər. Dövlət sahəsində işləyə bilməz. Yəni bəli, bunun üçün də Limonət xanıma bura bizi dəvət etdiyi üçün təşəkkürümüzü bildiririk. Bu gözəl psixoloji konfransın təşkili üçün ona təşəkkürümüzü bildiririk. Bir çox dəyərləri, bir çox bilmədiyimiz bilikləri də öyrəndik. Limonət xanımın dediyi kimi də hələ öyrənməli olduğumuz çoxlu məlumatlar var. Bu sahəyə aid, xüsusən autizmli uşaqlara aid biliklər əldə eləmək olduğumuz bir çox məlumatlar var. Bəli, yəni belə izah edeyim. Autizmin daha çox tibbi yönündən, psixologiyini də konferansda müzakirə olundu, amma daha çox tibbi yönümünün müzakirəsi olundu. Necə yarandı, nədən keçir, necə sağalır və s. kimi xüsusiyyətləri müzakirə olundu, amma yenə də deyirəm, psixoloji cəhətdən də İlkin təhcizləri, bəli, göstəriciləri, bəli, necə sual cavab etmək lazımdır, nə etmək lazımdır, necə etməmək lazımdır, onları öyrəndik. Çox təşəkkür edirəm, sağ olun. Buyurun, siz sağ olun.